tutaq ki, bir məhsul istehsal edirsən və ya bağların var, onlardan xaricə ixrac etmək istəyirsənsə, orada iki cür yanaşma var. Birinci yanaşma inbound satmaqdır, yəni topdan olaraq satmaq, konteynerlə, böyük həcmdə ixrac etmək, B2B kanalları ilə, yəni biznes kanalları ilə. İkinci yanaşma isə həmin məhsulu brendləşdirmək və onun alt kateqoriya məhsullarını istehsal edib brend kimi dünya bazarına çıxmaq, sərgilərə qatılmaq və s. Birinci birincidə yəni toplam olaraq, yəni inbalk satsan, topdan olaraq daha doğrusu, onun kar marjası çox aşağıdır. Çünki səndən başqa rəqiblər var, rəqabət var. O, məsəl üçün, deyək ki, 10-15-20% ise onun kar marjası. Amma tutaq ki, sən məhsulu brendləşdirib satsan, orada kar marjası 150, 200, hətta 300%-ə qədər qalxır. Azərbaycandan bunu edənlər var. Məsəl üçün, misal olaraq bir məhsul deyil, tutaq ki, nar satıram. Narı mən yaş formada, tutaq ki, Rusiya bazarına kilosunu deyək ki, misal üçün 1 manata topdan verirəmsə, amma mən onun alt məhsullara çevirsəm öz brendim altında. Tutaq ki, nə nar şərabı, nar suyu, ən bahalısı nar ekstratı, yəni nar ekstratı. Bir dənə girin maraqlanın, görün nar ekstratının, yəni toz halında olanın qiyməti fantastikadır, yəni o qədər bahadır. Müştəriləri var mı? Var. Alanları var mı? Var. Amma ikinci mövzu hansı ki, brendləşmə tərəfi, o ağır iş yükü tələb edir, uzun müddətli yatırım tələb edir. Yəni sən ondan geri dönüşümü, yəni il yarım, 2 il sonra başlayacaqsan almağa. Ki bu da normaldır. Biznesin geri dönüşümü normalda 12, 24, 36 ay müddətinə hesablanır. Amma qaldı inbalk olanı qısa zamanda, 6 ay kimi bir zamanda 1 illik, 6 aylıq hədəflər qoyaraq yaxşı B2B bazarlarına, yəni yaxşı satış kanallarına çıxmaq mümkündür. Hər kəsə uğurlar.